Bizim rəhmətli Kərimlə ortaqlığımız, həmkarlığımız, tərəf müqabil olmamız 30-35 ilə sirayət edir. Böyük bir itkidir söz sənəti üçün. Kərim böyük bir məktəb idi. Kərim el şənliklərində iştirak edəndə, hələ mağaralara daxil olanda hiss edirdim ki, sanki böyük bir dağ gəlir, sanki bir qartal gəlir. Yəni, çox ağırdır, çox çətindir danışmaq. Kərim böyük sənətkar idi, söz nəsil mənasında. Çox böyük sənətkar idi. Sizcə ona qarşı vəfasızlıq oldu mu sənət dostları tərəfindən, yoxsa tez-tez mütəmadi baş çəkirdilərmi? Ümumiyyətlə bilirsiniz, istedadlı insanlara qayğı lazımdır. İstedadlı insanlar biraz kövrək olur, duyğusal olur, həssas olur. O cümlədən Kərimin də xarakteri deyil ki, o da duyğusal idi, həssas idi. Yaşının da elə bir dövrü idi ki, istər-istəməz sözlə toxunurdu. Yəni, mən öyle dürəndən eşidəndən o el şənliklərində bir yerdə iştirak eləməyimiz, bir yerdə toydan sonra dərdləşlərimiz yadıma düşür ki, dərdləşirdik, görürsən, səhərə yaxın. O hamısı gəlib kinoləndi kimi gözümün qabağından keçir. Çox çətindir, çox ağır, özdə nə yaşı var idi, bütün doğmalarına, əzizlərinə səbir diləyirəm. Ağır itkidir, çox ağır itkidir. Çox sağ olun.